Yol polisi hansı hallarda sürücünü cərimə meydançasına apara bilər? Bildirmək istərdim ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir. Qeyd etmək istərdim ki, hansı ki, ilk növbədə dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə nəqliyyat vasitəsini idarə etmək hüququ və sahiblik hüququ olmadıqda nəqliyyat vasitəsi xüsusi olan xüsusi mühafizə duracağına qoyulur. Digər bir məsələ isə nəqliyyat vasitəsinin mühərrik, ban, şasi nömrəsi qeydiyyat kağıdənməsindəki nömrələrə uyğun gəlmədiyi halda olur. Digər bir məsələ isə dayandırılmış nəqliyyat vasitəsində belə deyək, dövlət qeydiyyat nişanları standartlara uyğun olmadığı halda və yaxud da saxta dövlət qeydiyyat nişanları ilə üzərinə yerləşdirildiyi zaman bu halda da nəqliyyat vasitəsi duracağı təyin olunur. Eləcə də digər məsələni vurğulamaq istərdim ki, bəzi hallarda sürücülər nəqliyyat vasitəsini spirtli içkinin təsiri altında, narkotik maddəsinin təsiri altında, eləcə də digər psixotrop maddələri təsirli gücləndirilmiş maddələrin təsiri altında idarə etdiyi halda zaman bu aşkarlandığı zaman da bu halda da nəqliyyat vasitəsi duracağa qoyulur. Və digər bir məsələ isə hansı ki, sürücüyə protokol tərtib olunub və 2 ay müddətin tamamından sonra bu ödənilmədiyi halda icra qurumu tərəfindən hansı ki, 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və müvafiq icra hakimiyyəti orqanının qərarı olduğu zaman bu halda da nəqliyyat vasitəsi duracağa təyin olunur, qoyulur. Amma sürücü, belə deyək də, yerindəcə cəriməni ödəyə bilirsə, bu halda nəqliyyat vasitəsi duracağa təyin olunur. Digər bir məsələ isə hansı ki, bəzi sürücülər tərəfindən nəqliyyat vasitəsinin normativ tələbləri pozulur. Hansı ki, konstruksiya dəyişiklikləri edilir, çox avazlı səs siqnalları qoyulur, sarışan işıqlar qoyulur ki, bu halda da mütləq şəkildə nəqliyyat vasitəsi xüsusi olan mühafizə duracağına yerləşdirilir. Və digər bir halda isə icazə verilən qabarit, çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduğu halda da bu zamanda nəqliyyat vasitəsi mütləq şəkildə duracağa qoyulur.